Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Əziz müəllimlər, hal-hazırki mövzumuz 9-cu sinif texnologiya dərsliyindən ağacdan hazırlanmış pəncərələrin təmiri texnologiyasıdır. Ağacdan hazırlanmış pəncərələrin təmiri texnologiyasıdır. Ağac nəinki etibarlı təbii materialdır, həm də digərlərinə nisbətən üstünlüklərə malikdir. Bəli, bu günləri biz onun üstünlüklərini öyrənəcəyik. Nə kimi üstünlüyü var? Üstünlüklərə fikir verək nədir? Ağacdan hazırlanmış pəncərə çərçivələri xarici təsirə qarşı davamlıdır. Bəli, xarici təsirə qarşı davamlıdır. Qeyd eləyək. Xarici təsirə qarşı davamlıdır. Səsi və izolyasiya etmə qabiliyyətinə malikdir. Bəli, izolyasiya etmə qabiliyyətinə malikdir. Nəyi izolyasiya eləyir? Səsi və istiliyi. Ən başlıcası isə ağacdan hazırlanmış pəncərələr olan otaqda lazımi rütubət asanlıqla qorunub saxlanılır. Bəli, otaqda rütubət qorunur. Boş rütubəti qeyd eləyək. Bəli, otaqda lazım olan rütubəti qoruyub saxlaya bilir. Bəli, bu hansı ki ağacdan hazırlanmış pəncərənin üstünlükləridir. Bəli, bura kimi demək olar ki, biz üstünlüklərini öyrəndik. Xarici təsirə qarşı davamlıdır, səsi və izolyasiya etmə qabiliyyətinə malikdir. Bir də ki, otaqdakı lazımi rütubəti asanlıqla qoruyub saxlaya bilir. Ağacdan hazırlanmış istənilən pəncərə çərçivəsi vaxt keçdikcə havanın təsiri altında köhnəlir. Bəli, köhnəlməsi necə baş verir, onu da qeyd eləyək. Köhnəlir. Deməli, köhnəlmə necə baş verir? Çəkələdim. Çərçivənin səthindən lak boya örtüyü lay-lay qopub tökülür. Bəli, lak boya lay-lay qopulub tökülür. Bəli, bu onun köhnəlməsinə səbəb ola bilir. Daha sonra çürüməsi onun köhnəlməsinə səbəb ola bilir. Pəncərə çərçivələrinin elementlərinin korlanma dərəcəsindən asılı olaraq onları ya yenisi ilə əvəz edirik, ya da təmir etməsi məcburiyyəti qarşısında qalırıq. Deməli, bizim pəncərəni təmir etmək məcburiyyətimiz hardan qaynaqlanır? Korlanma dərəcəsindən asılı olaraq. Bəli, korlanma dərəcəsindən asılı olaraq. Əgər çox korlanıbsa, yenisi ilə əvəz edirik. Əgər az korlanıbsa, onu təmir edə bilərik. Çox korlanması nəyi nümunə gətirə bilərik? Məsələn, pəncərə çürüyüb də, düzdür, oduncaq çürüyüb. Çürüyübsə biz onu təmir edə bilmərik, axı biz məcburuq yenisi ilə əvəz edək. Və yaxud da ki, ola bilsin cızıqlar var, oyuqlar var, zədələnmələr var, yüngülvarı. Bəli, onları təmir edə bilərik. Bəli, müəllimlər, bu dərsdə də biz ancaq ağacdan hazırlanmış pəncərə çərçivəsinin təmir edilməsindən danışacağıq. Slaydımıza göz gəzdirsək, ümumiləşdirsək, nə öyrəndik? Üstünlüklərini öyrəndik. Xarici təsirə qarşı davamlıdır. Səsi izolyasiya etmə, istiliyi izolyasiya etmə qabiliyyətinə malikdir. Otaqdakı lazımi rütubəti asanlıqla qoruyub saxlaya bilir. Köhnəlməsi necə oldu? Köhnəlməsi əgər hissə-hissə lak boya qopub tökülürsə və yaxud da ki, çürüyürsə, neyniyib? Ağacdan hazırlanmış pəncərə köhnəlib. Bəs bunun təmir etməsi necə olur? Onun korlanma dərəcəsinə görə biz təmir edəcəyik. Ya yenisi ilə əvəz edəcəyik, ya da ki, təmir etmək məcburiyyətində qalacaq. Ağacdan hazırlanmış pəncərələri necə təmir etmək olar? Bəli, çox halda ağacdan hazırlanmış pəncərə bütövlükdə normal işləyir. Əla açılıb bağlanır və hava buraxmır. Bəli, bu onun yüksək keyfiyyətidir. Ağacdan hazırlanmış pəncərə bütövlükdə normal işləyir, əla açılıb bağlanır, hava buraxmır. Bu zaman təmirə ehtiyac varmı? Xeyr. Təmirə ehtiyac yoxdur. Amma xarici görkəmi pozulmuşsa, könül açan deyilsə, bəli, burada artıq təmirə ehtiyac var. Qopub tökülmüş boya
kiçik cızıq və qopuq yerləri kəskin nəzərə çarpır. Diqqətli olaq müəllimlər. Bax, hansı ki boya qopub tökülüb, kiçik cızıqlar var, qopuq yerləri kəskin nəzərə çarpırsa, bəli, bu xırda təmir işidir. Bunu əsaslı şəkildə rəngləmirik. Sadəcə, hansı ki qopuq yerlərə, cızıqlara, yüngül bərpa edici təmir işləri aparmaq lazım olur. Bəli, yəni, hansı ki bu qopuq yerlər ki var, bunları zamasqalayırıq və çərçivəni bir qat olaraq rəngləyirik. Dedik ki, pəncərə yaxşı açılıb bağlanırsa, belə deyək də, kənardakı istiliyi evə daxil etmirsə və yaxud da ki, çöldəki havanı evə daxil etmirsə, bəli, deməli, pəncərə normal işləyir. Bəs nə zaman təmirə ehtiyac olur? Ola bilsin ki, xarici görünüşündə cızıqlar, qopuqlar olarsa, bəli, bunu əsaslı şəkildə rəngləmirik. Sadəcə bərpa edici işlər edirik. Bu bərpa edici işlərdə ki, qopuq yerlərə zamaska vurur və çərçivəni bir qat olaraq rəngləyirik. Aydındır ki, ağacdan pəncərələrin kosmetik təmiri onların əhatəli bərpasından əhəmiyyətli dərəcədə fərqlənir. Kosmetik təmir bərpasından fərqlənir. Kosmetik təmirin yaxşı cəhəti odur ki, köhnəlmiş pəncərələrin istismar vaxtı artır. Bəli, kosmetik təmirin yaxşı cəhəti. İstismar vaxtı artır. Və tam bərpa olunma ehtiyacı zaman etibarilə uzanır. Bəli, tam bərpa olunma uzanır. Bəli, müəllimlər, bu slaydda da öyrəndiklərimiz bu oldu. Dedik, kosmetik təmirin yaxşı cəhəti nə idi? İstismar vaxtını uzadır, bir də ki, bərpa olunması uzanmış olur. Ağacdan hazırlanmış çərçivələrin təmiri qaydaları ilə və texnologiyası ilə tanış olaq. Bəli, biz bir işə başlamışdan öncə ilk iş yerimizi hazırlayırıq. Burada da iş yerimizi necə hazırlayırıq? Ola bilsin ki, evin daxilində biz bunu həyata keçirdik və bu zaman mebel məişət texnikasının üzərinə nə örtürük? Polietilen örtüyü çəkirik. Və yaxud da ki, əgər imkanımız varsa, kənar gücümüz varsa, belə deyə dəstəyimiz varsa, həmin mebelləri, məişət texnikalarını otaqdan uzaqlaşdıra bilərik. Pəncərə çərçivəsinin sökülməsinə başlayaq. Bəli, ilk öncə nə edirik? Layları çıxarırıq. Bəli, bunları da qeyd edəcəm. İlk öncə layları çıxarırıq. Bəli, ilk öncə layları çıxardıq. Daha sonra şüşə bərkidiciləri götürürük. Və sonra şüşə bərkidiciləri götürürük və iskənə ilə zamaska qopardılıb şüşə çıxarılır. Daha sonra şüşəni çıxarırıq. Şüşəni də necə çıxarırıq? Zamaskanı qopartmaqla. Zamaskanı da nə ilə qopardırıq? İskənə ilə. Bəs zamaskanı necə hazırlayırıq? Əlif yağı qarışdırılmış təbaşir tozu ilə. Bəli, əlif yağı qarışdırılmış təbaşir tozu ilə biz zamaskanı hazırlayırıq. Sonra nə edirik? Furniturlar kənarlaşdırılır. Bəli, furniturlar kənarlaşdırıldı. Bu furniturlar ola bilsin ki, yenisi ilə də əvəz etmək məcburiyyətində qalaq. Bəli, yazıb ki, onsuz da yenisi ilə əvəzləmək lazımdır. Daha sonra xarici pəncərə laylarından ehtiyatla su axıdıcıları çıxarılır. Növbəti su axıdıcılarını çıxarırıq.
Bəli, su axıdıcılarını çıxarırıq. Pəncərələri sonrakı işlər üçün bunu demədim, üzrlü sayın. Su axıdıcılarını çıxartdıq. Onlar mismarla bərkidilir. Şübhəsiz ki, paslanmış olur. Bəli, ona görə də onları çıxarırıq. Başqa mismarlar və polad künclüklər götürülür. Bəli, mismarlar və polad künclükləri götürürük. Mismarlar, polad künclüklər də götürüldü və nə qaldı? Çərçivə və pəncərə laylarından ancaq ağac hissələri qalır. Bəli, çərçivələrdən və pəncərə layından təkcə qalan nə olur? Ağac. Layları çıxartdıq, şüşə bərkidicilərini çıxartdıq, şüşəni çıxartdıq, furniturları, su axıdıcıları, künclükləri çıxartdıq. Bəli, təkcə qaldı ağac hissələri. Pəncərələr sirkdən təmizlənir. Daha sonra çərçivələr və pəncərə layları bir-bir olmaqla lövhə üzərinə yerləşdirilir və diaqonalları ölçülərək düzbucaqlı olana qədər düzəldilir. Bəli, biz hansı ki hər bir hissəsini çıxartdıqdan sonra təkcə qaldı ağac hissələri. Bəli, onları da sirkdən təmizləyirik. Daha sonra onları lövhə üzərinə yerləşdiririk. Çərçivəni də, pəncərə layını da bir-bir olmaqla lövhə üzərinə yerləşdiririk. Və diaqonalları ölçülərək düzbucaqlı olana qədər düzəldilir. Deməli, diaqonalları bu formada, pəncərə layının da hansı ki diaqonalı bu formada. Diaqonalları düzəldir. Yəni, əyriliyi varsa diaqonalları düzəldilir. Diaqonalları ölçülərək düzbucaqlı olana qədər düzəldilir. Onlar eyni uzunluqda olmalıdır. Bəli, uzunluqları 50 sm-dirsə 50 sm olmalıdır. Bax, burada 100 sm-dirsə bu da 100 sm olmalıdır. Bəli, uzunluqları eyni olmalıdır. Xüsusən nəfəslik layları əsaslı surətdə ölçülür. Nəfəslik layları əsaslı surətdə ölçülür və düzəldilir. Pəncərənin bu kiçik ölçülü hissəsində buraxılan səhv sonradan ciddi qüsurlar yaradır. Diaqonalların uzunluğundakı 1 mm fərq təmirdən sonra nə qədər yarıq əmələ gətirir? 1 mm fərq 0,6, 0,7 millimetrlik yarıq əmələ gətirir. 1 mm fərq 0,6, 0,7 millimetr yarıq əmələ gətirir. Bəli, burada diqqətli olaq müəllimlər. Bu bizim ilkin mərhələmiz idi. Pəncərənin çərçivəsinin sökülməsi. Bəli, sökdük, diaqonallarını uyğunlaşdırdıq. Yəni, hər diaqonalı eyni ölçüdə oldu. 1 mm belə fərq qoymadıq ki, 0,6-0,7 mm yarıq əmələ gətirməsin. Keçdik ikinci hissəyə müəllimlər. İkinci hissə pəncərə çərçivəsini boyadan təmizləyirik. Köhnə boyanı 2 üsulla pəncərədən çıxarmaq olar. Köhnə boyanı 2 üsulla. Bir termiki üsulla, bir də kimyəvi üsulla. Biz əvvəlki dərslərdən də bilirik ki, termiki üsulla bizə lazımdır inşaat feni. Bəli, inşaat feni lazımdır. Termik emal üsulu ilə təmizləmək üçün inşaat fenindən istifadə edilir. Bəli, şəkildə gördüyümüz kimi. Köhnəlmiş boyanın inşaat feni ilə çıxarılması daha praktik və rahatdır. Bu işi yerinə yetirmək üçün bizə nə lazımdır? Fen lazımdır, elektrik uzadıcısı lazımdır. Fen üçün ucluqlar, bəli, bir hissəyə toxundursun deyə istiliyə. Fen üçün ucluqlar, rəngsaz malası, bəli, mala da əlindədir və boyanı qaşımaq üçün xüsusi alətlər, fırça və mühafizə alətləri əlcək ola bilər, mühafizə alətləri, respirator ola bilər. Bəli. Deməli, bizə nələr lazım oldu müəllimlər? Biz iki üsulla boyanı çıxara bilərik. Bunu da qeyd edirəm burada. İki üsulla çıxarırıq. Kimyəvi, bir də termiki.
Üzürlü sayın müəllimlər, bu dilniki idi. Deməli, dedik termiki, bir də kimyəvi üsulla çıxartdıq boyanı. Termiki üsul üçün bizə nə lazım oldu müəllimlər? Termiki üsul üçün bizə lazım oldu inşaat feni. Bəli. Başqa nə lazım oldu müəllimlər? Bizə hansı ki uzadıcı lazım oldu, elektrik uzadıcısı. Bəli, bunu qeyd eləyək buradan, lazım olan resurslarımızı. Daha sonra ucluqlar lazım oldu, fen üçün ucluqlar. Hansı ki biz istiliyi sabitləmək istəyirik bir hissəyə. Sonra mala lazım oldu, rəngsaz malası lazım oldu. Bəli, bunu da qeyd eləyək. Bunları yazmaqda məqsədim nədir müəllimlər? Sizin üçün açar sözlər kimi. Və boyanı qaşımaq üçün xüsusi alətlər lazım oldu. Xüsusi alətlər. Bəli. Boyanı qaşımaq üçün xüsusi alətlər. Fırça lazım olar bizə. Daha sonra mühafizə vasitələri. Mühafizə vasitələri nə idi? Əlcəklər, respiratorlar oldu. Bəli. Özümüz üçün bu formada açar sözləri qeyd etmiş olsaq, qeyd dəftərimizə mövzu artıq bizimdir. Hələ onu testlə möhkəmləndirsək, biliyimizi möhkəmləndirmiş olaraq. Deməli, gəlin köhnəlmiş boyanın çıxarılma texnologiyasına baxaq. Deməli, fendən istifadə etdik, düzdür. Feni istədiyimiz yerə çatdırmaq üçün bizə elektrik uzadıcısı lazım oldu. Bir yerə sabitləmək üçün istiliyi ucluqlar lazım oldu. Deməli, fen ilə 5-10 sm məsafədən kiçik səthlər qızdırılır. 5-10 sm məsafədən kiçik səthlər qızdırılır. Bəli, bu hissəni qızdırdıq. 5-10 sm-dən kiçik sətləri qızdırdıq. Boya başlayır qabarmağa. Boya qabardıqda rəngsaz malası bizim köməyimizə çatır. Bəli, rəngsaz mayası ilə neyinirik? Qaşıyırıq, hansı ki qabarmış boyanı kənarlaşdırırıq. Mala qaşıyıcısı rəngsaz malasından sərt ağızlığına görə fərqlənir. Deməli, mala qaşıyıcısı rəngsaz malasından, mala qaşıyıcısı, bəli, qaşıyıcı rəngsaz malasından nəyinə görə fərqlənir? Ağızları sərtdir. Bəli. Ağızları sərtdir və biz sərt ağızlı rəngsaz malasından istifadə edərək neyinirik? Boyanı kənarlaşdırırıq. Bu alətlə qabaran boyanı çıxarmaq olduqca rahatdır. Amma bu məqsədlə ensiz rəngsaz malası da götürmək olar. Bəli, ensiz şəkildə ensizdir. Hansı ki bizim istifadə etdiyimiz, hansı ki boyanı çıxardığımız ölçüyə uyğun olaraq götürürük. Bəli, bu məqsədlə dedik, ensiz rəngsaz malasından istifadə edə bilərik. Qaşımaq asan olsun deyə bir dəfəyə böyük səthi qızdırmaq lazım deyil. Təsəvvür edin ki, biz bütöv pəncərəni qızdırırıq və yenidən boya soyumuş olacaq. Biz gəlib ilk başladığımız yerə çatanda boya soymuş olacaq. Ona görə də nə edirik? 5-10 sm-dən kiçik məsafəni qızdırıb rəngsaz mala qaşıyıcısı ilə təmizləyirik. Daha sonra işin rahat getməsi üçün elektrik uzadıcısından istifadə edirik. Bəli, bunu bayaq da vurğuladım. İş zamanı, bəli, otağın havasını tez-tez dəyişirik. Hansı ki, istilik, inşaat fenindən istifadə edərək biz istiliyi əldə edirik və bu zaman boyadan bəli, nəfəs kəsən, belə deyək, kəskin qoxu gəlir və biz tez-tez havanı dəyişirik. Fenin dəstəyindən elə tutulur ki, hava çəpərin dəlikləri əl ilə qapanmasın. Bəli, hava çəpərinin dəlikləri əl ilə qapanmasın. Belə olarsa, fen həddini artıq qıza bilər. Bəli, hansı ki dəstəkdən tuturuq. Hava çəpərinin dəli, bax, fendə hava çəpəri var da, burada hava alır. Bəli, ora qapanmır. Əgər qapanarsa, fen həddini artıq, yəni istiliyi çölə verir də, həddini artıq qızacaq və fenə ziyan olmuş olacaq. Feni sağ əldə tuturuq. Diqqətli olaq müəllimlər, feni sağ əldə tuturuq. Hava axını lazımi yerə yönəldilir.
Sağ əlimizlə tuturuq, lazım olan yerə. Məsələn, bura lazımdır, bura yönəldir. Boya çöpüb qabaran zaman sol əldəki rəngsaz malasının köməyi ilə kənarlaşdırırıq. Bəli, burada qeyri-adi bir şey yoxdur, müəllimlər. Demək olar ki, şəkildə gördüyümüzü söz şəklində qeyd ediblər bura. Fırça vasitəsilə soyulmuş kiçik boya hissəcikləri yığışdırılır. Bəli, ən sonda da fırça ilə biz nə edirik? Qopmuş, belə deyək, soyulmuş kiçik boya hissəcikləri var, onu təmizləyirik. Belə müəllimlər, bir də göz gəzdirək slaydımıza. Dedik ki, çərçivəni biz boyadan necə təmizləyirik? İki üsulla təmizləyirik. Bir termiki üsulla, bir də kimyəvi üsulla. Hal-hazırda öyrəndiyimiz termiki üsuldur. Termiki üsul üçün bizə inşaat feni lazımdır, elektrik uzatıcısı lazımdır, ucluqlar hansı ki bizə lazımdır, mala, rəngsaz mala qaşıyıcısı lazımdır, xüsusi alətlər, fırça lazımdır, mühafizə alətləri, mühafizə vasitələri, əlcəklərdir, respiratorlardır. Bəs biz köhnəlmiş boyanı necə çıxarırıq müəllimlər? Köhnəlmiş boyanı 5-10 sm məsafədən kiçik olaraq səthi qızdırdıq. Sonra rəngsaz mala qaşıyıcısı ilə qızdırdığımız yerdən onun sərt ağızlığı ilə təmizləyirik çökmüş boyanı. Rəngsaz malası elə olmalıdır ki, yəni ensiz rəngsaz malası da götürə bilərik. Qaşımaq asan olsun deyə biz bütöv səthi yox, 5-10 sm-dən kiçik məsafəni səthi qızdırırıq. Bəli, tez-tez havanı dəyişirik. Fenin dəstəyi ilə elə tuturuq ki, bax, bu hissədə elə tuturuq ki, hava çəpərinin dəlikləri qapanmasın. Bəli, çəpərin dəlikləri qapanmasın və fenin qızmasına səbəb olmasın. Feni sağ əlimizlə tuturuq. Sağ əlimizlə tuturuq, havanı lazım olan formada yönəldə bilirik. Sonra boya köpüb qabardı. Ondan sonra sol əlimizdəki rəngsaz malanın köməyi ilə kənarlaşdırırıq çökmüş boyanı. Və ən sonda da xırda, hansı ki, baxın, burada qalan xırda rəng hissəcikləri ki var, onları biz nə ilə kənarlaşdırırıq? Fırça vasitəsilə yığışdırırıq. Fırça vasitəsilə soyulmuş kiçik boya hissəcikləri, bəli, soyulmuş kiçik boya hissəciklərini təmizləyirik, yığışdırırıq. Hardan? Pəncərənin üzərindən. Növbəti müəllimlər, boyanı biz kimyəvi üsulla da çıxara bilərik dedik. Kimyəvi üsulla çıxarmaq üçün bizə yuyucu məhlul lazımdır. Bəli, kimyəvi üsulla bizə nə lazımdır? Yuyucu məhlul lazımdır. Bəli, bunu da burada yerləşdirək. İstənilən təsərrüfat və inşaat mağazasında belə yuyucu məhlulu əldə edə bilərik. Bu məhlul pəncərə çərçivəsinə adi rəngsaz fırçası ilə çəkilir. Bəli, rəngsaz mala qaşıyıcısı ilə biz rəngi termiki üsulla təmizlədik. Amma rəngsaz fırçası ilə nə edirik? Yuyucu məhlulu çəkmiş oluruq. Bizə nə lazım oldu? Yuyucu məhlul lazım oldu. Yuyucu məhlul lazım oldu. Və yuyucu məhlulu nəyin vasitəsilə çəkdik? Rəngsaz fırçası vasitəsilə çəkdik. Bəli, məhlul çəkiləndən 20-30 dəqiqə keçdikdən sonra, müddətimiz nə qədərdir müəllimlər? 20-30 dəqiqə keçdikdən sonra nə edirik? Rəngsaz malası ilə köhnəlmiş boyanı pəncərə çərçivəsinin səthindən çıxarmaq olur. Bəli, burada da bizə rəngsaz malası köməyimizə çatır. Rəngsaz malası. Bəli. Deməli, necə idi müəllimlər? Kimyəvi üsulla necə çıxardıq? Kimyəvi üsulla bizə yuyucu məhlul lazım oldu. Yuyucu məhlul lazım oldu və bir də rəngsaz fırçası lazım oldu. Məhlulu fırça vasitəsilə çəkdik. 20-30 dəqiqə gözlədik. 20-30 dəqiqədən sonra rəngsaz malası vasitəsilə nə etdik? Səthdən boyanı təmizlədik. Amma texniki mayelərdən istifadənin öz çətinlikləri var. Bu mayələr kifayət qədər zəhərlidir. Texniki mayələri də qeyd edeyim müəllimlər. Texniki mayələr. Texniki mayələr zəhərlidir.
zəhərlidir və dəri üzərinə düşdükdə bəzi fəsadlar yaradır. Fəsadlar yaradır. Hara düşəndə dərinin üzərinə? Bəli, dərinin üzərinə düşəndə bəzi fəsadlar yaradır. Odur ki, kimyəvi aktiv maddələrlə birbaşa təmasda olmamaq üçün daha doğrusu termik üsulu seçməyə lazımdır. Bəli, termik üsul daha yaxşıdır. Bəli, boya çıxarıldıqdan sonra boya qalıqları sumbata kağızı və ya cilalayıcı alətlə kənarlaşdırılır. Ən son nə edir müəllimlər? Sumbata kağızı və ya cilalayıcı alətlə biz təmizlədik, kənarlaşdırdıq boyanı. Yəni, bunu da xırdalaşdıraq. Belə müəllimlər, açar sözləri də qeyd etdik. Növbəti mərhələmiz nə oldu müəllimlər? İlk öncə iş yerimizi düzəltdik, sonra boyanı çıxarmağa çalışdıq və boyanı çıxardıqdan sonra işin sonraki mərhələsi əlif yağı hopdururuq. Əlif yağı hopdururuq pəncərə çərçivələrini və yaxud da pəncərələri. Bu mərhələnin əsas məqsədi sonradan istilik və kimyəvi üsulla məhv edilmiş çürüntü rüşeymlərinin təkrar inkişafının qarşısını almaq və köhnəlmiş oduncağın quruluşunu mümkün olduğu qədər bərpa etməkdir. Deməli, hansı ki biz pəncərəni təmizlədik, çürümə halları var idi da, yəni oyulma, çürümə halları var idi. Biz buna əlif yağı hopdurmaqla neynədik? Hansı ki çürüntü rüşeymləri ki var, onların inkişafının qarşısını aldıq. Bəli, və eyni zamanda da oduncağın quruluşunu bərpa etməyə çalışdıq. Detallar hər tərəfdən fırça ilə 3-4 dəfə cəld hərəkətlə əlif yağı vurulur. Bəli, detallara 3-4 dəfə əlif yağı vurduq. Hər qat, hər sonraki qat əvvəlki tam hopduqdan sonra çəkilir. Bəli, burada da açar sözləri qeyd edəyəm müəllimlər. Deməli, növbəti mərhələdə bizə əlif yağı lazım oldu. Əlif yağı nə üçündür? Hansı ki, çürüntü rüşeymlərinin təkrar inkişafının qarşısını alır. Bəli, inkişafının qarşısını alır və köhnəlmiş oduncağı bərpa eləyir. Bəli, bunu da qeyd edəyim bura. Bəli, nə üçün olduğunu bildiyim müəllimlər, bəs bunu necə istifadə edirik? 3-4 dəfə cəld hərəkətlə əlif yağını çərçivələrə və yaxud da pəncərələrə sürtürük. Hər qat əvvəlki tam hopduqdan sonra çəkilir. Əvvəlki tam hopduqdan sonra çəkilir. Bax, bunu da qeyd edəyim. Belə müəllimlər, keçdik növbəti mərhələyə. Növbəti mərhələ, işin sonraki mərhələsi pəncərənin bərpa edilməsidir. Bəli, hansı ki, pəncərənin quruluşunun vacib elementi olan, hansı ki, onu bəndləyən, bax, burada zivana birləşməsi var. Zivana yuva birləşməsi var. Axı, biz öyrənmişdik. Zivana yuva birləşməsini biz ağac mıxları ilə, ştiftlərlə, deməli, taxta ştiftlərlə möhkəmləndirirdik. Bəli, burada da pəncərənin quruluşunun vacib elementi onun künclərdən bəndləyən ağac mıxlarıdır. Bəli, bu mıxlar emal üçün yararlı istənilən düz səthli oduncaqdan tacvari burğu ilə, bəli, baxın müəllimlər, burğunun hansı ki burğulayan hissəsidir, belə deyək, bunun vasitəsilə biz oduncaqdan ştift formasında, belə deyək də, ştift formasında neyinirik? Ağac mıxı ala bilirik. Bəli, ağac mıxlar emal üçün yararlı istənilən düz səthli oduncaqdan tacvari burğu ilə vurğulanaraq deşilir. Tacvari burğunda müxtəlif ölçülü dəliklər açmaq üçün nəzərdə tutulmuş içi boş silindr şəklində burğudur. Bəli, silindr şəklindədir, içi boşdur. Kənarında kəsici hissələri var. O kəsici hissələr fırlanaraq oduncaqdan, hansı ki
ağac mıxları əldə edə bilirik. Bəli, vurğulamanı şəkildə göstərildiyi kimi yerinə yetirmək lazımdır. Ağac mıxının diametri qeydiriləcəyi deşiyin diametrindən 0,5-0,7 mm böyük olmalıdır. Bəli, ağac mıxının diametri qeydiriləcəyi deşiyin diametrindən 0,5-0,7 mm böyük olmalıdır. Bəli, bax, hansı ki, deşiyin diametrindən 0,5-0,7 mm böyük olmalıdır. Belə çıxır ki, onda hansı ki, bu oyuğun diametri ağac mıxın diametrinə nisbətən böyük olmalıdır. Yəni, belə başa düşülür cümlədən. Bəli, dedik ki, müəllimlər, növbəti mərhələ hansı ki, pəncərənin bərpa edilməsidir. Pəncərəni bərpa etmək üçün də biz nə edirik? Künclərdə onu bəndləyən ağac mıxlarını yeniləmək istəyirik və bu zaman bizə tacvari burğu lazım olur. Tacvari burğu kənarında kəsici, hansı ki, kənarları olan silindr formalı başlıqdır, belə deyək, burğudur və bunun fırlanması nəticəsində oduncaqdan ağac mıxı əldə edə bilirik. Bəli, daxilindəki boşluq və kənarındakı iti kənarlar fırlanaraq oduncağı kəsir və ağac mıxı əldə edə bilirik. Və sonda dedik ki, müəllimlər, ağac mıxının diametri qeydiriləcəyi deşiyin diametrindən 0,5-0,7 mm böyük olmalıdır. Bəli, növbəti mərhələ ağac mıxlarını da hazırladıq və başlayırıq nəyə? Zamaskалamağa. Sonrakı mərhələ pəncərə çərçivələri diqqətlə zamaskalanır. Zamaskalar nə üçündür? Oyuqlar, baxın, oyuqlar var, düzdür? Yarıqlar var, cızıqlar var burada. Bəli, bax, bunları bağlamaq üçündür, təmir etmək üçündür. Bəli, örtmək üçündür daha doğrusu. Pəncərə üçün zamaska hazır məhsul halında satılır. Bəli, hazır məhsul halında satılır. Zamaska ev şəraitində də hazırlanır. Bəli, bunun üçün 3 hissə taxta çəpəyini, 1 hissə pəncərə üçün xüsusi yapışqanla qarışdırmaq lazımdır. Deməli, 3 hissə taxta çəpəyi götürürük və bir də ki, yapışqan götürürük. Pəncərə üçün xüsusi yapışqan, pəncərə üçün deyəndə ki, bəli, xüsusi yapışqan var. Bu yapışqanla qarışdırırıq və nə edirik? Ağac kəpəyi deyəndə hansı ki, biz sumbata kağızı ilə cilalayırıq, narin şəkildə çəpək, belə deyək də, yonqar əmələ gəlir və o yonqarlardan istifadə etməklə onları yapışqanla qarışdırdıqda nə edirik? Zamaska əldə edə bilirik. Onun hazır şəkildə satılmış olur. Hazırlanma texnologiyası sadədir, lakin qarışıq tez quruduğundan onu az porsiyalarla, baxın, bu qədər düzəldib, istifadə edir və yenidən düzəldir. Onu da istifadə edir yenidən, yəni tez quruyur deyə biz nə edirik? Onu az porsiyalarla cəld hazırlayıb vururuq. Belə zamaskanın əsasını yapışqan təşkil etdiyindən yapışqan. O tez quruyur. Qurumuş və bərkimiş zamaskalı səth xırda dənəli sumbata kağızı ilə cilalanır. Bəli, bu zamaskanı vurduq bura. Hansı ki, buradakı oyuqları örtdük və sonda başlayırıq sumbata kağızı ilə cilalamağa. Hansı sumbata kağızından istifadə edirik? Xırda dənəli sumbata kağızından istifadə edirik. Müəllimlər, mövzu uzun ola bilər, amma istəyirəm ki, bu mövzunun hər xırdalığına kimi izah edim sizə. 6-cı mərhələ nədir, müəllimlər? Cilalandıqdan sonra pəncərə çərçivəsi rənglənir. Bəli, cilaladıq və pəncərə çərçivəsini rənglədik. Ardıcıllıqları yadımıza salaq, müəllimlər. İlk öncə iş yerimizi təşkil etdik, sonra boyanı çıxartdıq. Boyanı çıxartdıqdan sonra əlif yağı vurduq. Əlif yağını vurduqdan sonra zamaskaladıq. Yox, üzrlü sayın. Əlif yağını vurduqdan sonra hansı ki, pəncərənin bərpa edilməsi idi. Ağac mıxı yenisi ilə əvəz etdik və sonra zamaskaladıq. Oyuqlar, cızıqlar varsa, yarıqlar varsa zamaskaladıq. Zamaskanı hazır da ala bilərik və yaxud da ki, özümüz də hazırlaya bilərik. Özümüz hazırlamaq üçün bizə hansı ki,
3 hissə taxta çəpəyi, bir hissədə yapışqan lazım oldu. Yəni taxta çəpəyi çoxluq təşkil edir və yapışqandan istifadə etdik və ən sonda da sumbata xırda cilalayıcı, sumbata kağızı ilə neynədik? Cilaladıq. Və cilalandıqdan sonra pəncərə çərçivəsini başlayırıq rəngləməyə. Boyamaq üçün yağlı və ya akril boyalardan istifadə edirik. Bizə nə lazım oldu? Boya, yağlı və ya akril boya. Yağlı, akril boya. Yağlı boya uzun müddət qalır, lakin gec quruyur. Akril boya isə əksinə. Deməli, akril boya poliakrilatlardan, yəni əsasən metil, etil, butil, bəli, bunların polimerləri əsasında hazırlanır. Deməli, poliakrilatlar əsasında suya dağılmış boyadır. Ondan daxili və xarici işlər üçün inşaatda və ya rəssamlıq işlərində istifadə olunur. Bəli, dedik ki, akril boya poliakrilatlardan hazırlandı. Poliakrilatlar da metil, etil, butilin polimerlərindən hazırlanır. Daxili və xarici işlər üçün inşaatda və rəssamlıq işlərində biz ondan istifadə edirik, akril boyadan. Yağlı boya da ki, uzun müddət qalır və gec quruyur. Əvvəlcədən boyanı qarışdırmaq lazımdır. Bəli, boyanı açdıq, mütləq şəkildə neyinirik? Qarışdırırıq. Üzərinə hansı ki yığılan sulu maye, hansı ki qatı maye qarışmış olmalıdır. Çünki çox qatı boya ağaca hopmur, bəzi hallarda axıntı əmələ gətirir. Yaxşı olar ki, boya bir qədər duru olsun, bir neçə qat çəkilsin. Onu durulaşdırmaq üçün də müəllimlər biz ona durulaşdırıcı əlavə edirik. Əgər pəncərə şüşəsi çıxarılmayıbsa, biz əvvəldə pəncərə şüşəsini çıxartdıq. Əgər çıxarmağa ehtiyac duymuruqsa, onda nə edirik? Yapışqanlı rəngsaz lentindən istifadə edirik. Və çirklənmədən, hansı ki, boya ilə çirklənmədən qoruyuruq. Birinci qat çəkilmiş boya oduncağa hopmalıdır. Bəli, boya oduncağa hopur və yaxşı quruduqdan sonra ikinci qat boyanı çəkirik. Bəli, müəllimlər. Demək olar ki, boya işi, nədə boya işi görürüksə, biz mütləq şəkildə birinci qatı qurutduqdan sonra ikinci qatı çəkirik. Əgər qurumasa, səth, yəni qeyri-bərabər paylamayacaq, yəni boya səliqəsiz görünəcək, yığılmalar olacaq. Rənglənməyə pəncərənin içəriyə baxan hissəsindən başlamaq lazımdır. Bəli, içəridən başlamaq lazımdır. Hansı ki, içəriyə baxan hissədən. Rəngləndikdən sonra yapışqanlı lent çıxarılır. Bəli, lentləri çıxarırıq. Yəni, boya qurumamış. Boyanı vurduq. Boya qurumamış nə edirik? Yapışqanlı lenti çıxarırıq. Əgər şüşənin üzərində rəng izləri olarsa, nə edirik? Qaşıyıcı alət və ülgüclə kənarlaşdırırıq. Bəli, pəncərənin üzərində, yəni şüşənin üzərində rəng izi olarsa, nə edirik? Qaşıyıcı alətlə və ya ülgüclə kənarlaşdırırıq. Bəli, bu da bizim hansı ki, rənglənməmiz idi. Sonuncu mərhələ pəncərənin şüşələnməsidir. Bəli, pəncərə hazırlanmasında, pəncərənin təmirində sonuncu mərhələ nə oldu müəllimlər? Şüşələnmə oldu. Şüşələnmədən əvvəl daxili künclərə akvarium üçün olan nazik və uzun silikon yapışqanı sıxılaraq çəkilir. Bəli. Nə edirik? Kənarlarına hansı ki, akvarium üçün lazım olan nazik və uzun silikon yapışqanı sıxılaraq çəkilir. Bəli. Yəni silikonlar da silikon çəkirik ki, kənarlardan hansı ki, hava və yaxud da ki, istilik falan, soyuqluq evin daxilinə gəlməmiş olsun. Bəli, şüşə mismarlar vasitəsilə bərkidildikdən sonra silikon axıntıları sirkədə isladılmış əski ilə təmizlənir. Deməli, silikon axıntıları ola bilər. Biz onu nə edirik?
sirkədə isladılmış əski ilə təmizləyirik. Mismarların üzərindəki silikonu silmək lazım deyil. O mismarları korroziyadan qorumuş olur. Silikon quruduqca şüşələri adi zamaska ilə örtmək lazımdır. Bəli. Deməli, silikon quruduqdan sonra şüşələri adi zamaska ilə örtmək lazımdır. Əgər şüşələr şüşə bərkidiciləri ilə möhkəmləndirilibsə, onları əvvəlcədən boyamaq lazımdır. Pəncərə şüşələndikdən sonra furniturlar quraşdırılır. Bəli, şüşələndikdən sonra başlayırıq furniturları quraşdırmağa. Həncamalardır, dəstəklərdir. Bəli, bunları başlayırıq quraşdırmağa. Və bizim sonuncu slaydımız. Ağacdan hazırlanmış pəncərə çərçivəsinin təmiri və quraşdırılması zamanı təhlükəsizlik qaydaları necədir? Yaxşı işıqlandırmanı təmin etməliyik. Əks halda zədələnmə ehtimalı böyükdür. Bəli, biz burğu vasitəsilə neynədik? Tacvari burğu vasitəsilə iş gördük. Bəli, əgər işıqlandırma yaxşı olmazsa, əlimizi zədələyə bilərik. Böyük əşyalarla işləmək üçün möhkəm masa və kifayət qədər boş yer düzəldin. Möhkəm masa və yaxud da ki, boş yerimiz olmalıdır ki, biz böyük əşyalarla rahat şəkildə işləyə bilək. Mexaniki təmizləmə zamanı tam masanı, tirzikləri, çərçivə detallarını sıxmaq üçün mənginədən istifadə edin. Bəli, mexaniki təmizləmə zamanı tam masanı, tirzikləri, çərçivə detalları nə ilə sıxırıq? Məngənə vasitəsilə sıxırıq. Bəli, bunları tündləşdirim. Tam masa, tirziklər, çərçivə detallarını biz məngənə vasitəsilə neynədik? Sıxdıq. Quru boya hissələri çox iti olduğu üçün onları təmizləyərkən qoruyucu eynək taxın. Bəli, hansı ki biz onu təmizləyirik. Təmizləyərkən eynək taxırıq ki, quru boya hissəcikləri bizi zədələməsin. Pəncərələrin təmiri zamanı mütləq respiratorlardan istifadə etməliyik. Nə üçün respiratorlardan istifadə edirdik? Toz, yanıq, hisslə, eləcə də zərərli kimyəvi birləşmələrlə işləmək üçün əvəz edilməz vasitədir. Bəli, bizim ciyərlərimizi respirator qorumuş olur. Bundan başqa, yaxşı olar ki, detalların və ya alətlərin mümkün düşmə yerini qırmızı rəngdə lentlə inşaat supermarketlərində satılır və ya üzərindən qırmızı parça asılmış iplə çəpərləyərək təhlükəli sahəni qeyd edəsiniz. Bəli, təhlükəli sahəni qeyd edir ki, buraya yaxınlaşmaq qadağandır. Təmir işlərini texniki əlcəklərdən istifadə edərək yerinə yetirin. Texniki əlcəklər də bəli, bizim əllərimizi qorumuş olur. Belə müəllimlər, mövzumuzun müddəti, dərsimizin müddəti uzun oldu. Amma çox səbirlə, diqqətlə dinləyin ki, daha yaxşı testlərdə nəticə göstərmiş olasınız. Mövzunu əməlli mənimsəmiş olasınız. Belə müəllimlər, öyrəndik biz pəncərənin təmir olunmasını, pəncərənin üstünlüyü, ağacdan hazırlanmış pəncərənin üstünlüyünü öyrəndik, təmir etmə mərhələlərini öyrəndik. Belə müəllimlər, Allah zeyin açıqlığı versin. Sağ olun.